Uşaqlar salam, hər vaxtınız xeyir olsun. DİM 20 sınaq 1-ci qrup, sınaq 8-ci sınaqına baxaq. Mövzular elektromaqnit rəqsləri və dalğalar, dəyişən elektrik cəryanı. Başlayaq 1-ci sualla. Rəqs konturunda baş verməyən, sönməyən sərbəst elektromaqnit rəqsləri zamanı hansı fiziki kəmiyyə sinus və kosinus qanunu dəyişə bilir? Deməli, uşaqlar sinus və kosinus qanunu dəyişənlər elektrik yüküdür, gərginlikdir, cəryan şiddəti, maqnitselidir, elektrik sahəsinin enerjisidir, maqnit sahəsinin enerjisidir. Sadəcə burada bir şey var ki, sinus və kosinus qanunu dəyişilər. Sadəcə enerjilərimiz sinus kvadrat, kosinus kvadrat qanunu dəyişdiyinə görə burada ona fikir verib. Ona görə cavabımız olacaq burada yalnız elektrik yükü. 2. Dəyişən cəryan generatoru vasitəsilə alınan induksiya EHQ-nın amplitudu necə artırmaq olar? EHQ-nın amplitudu uşaqlar fi maksimum, yəni maksimal qiymət fi maksimum omeqadır. Omeqanın da yerinə 2pi və ya 2pi bölünsün t yaza bilərsiniz və burada n-sayda əgər belə deyək də sarğı olarsa n-də qarşı yazmaq olar. Yəni n-in də düz mütənasibasıdır. Necə artırmaq olar? Tezliklə düz asılı tezliyi artırmaqla olar. Maqnit sahəsinin induksiyanı f-nin yerinə 5 yazırıq. Bəli, induksiyasını artırmaqla olar. 3 də düzdür. İnduksiyanı azaltmaqla olmaz. Sarğanın sayını artırmaqla o da olar. Deməli cavabımız olacaq 1, 3, 5. B variantı. 3-də dəyişən cəryan şiddətinin təsirci qiyməti amplitudu qiymətdən, təsirci qiymətlər amplitudu qiymətdən kök altı 2 dəfə azdır. Amplitudu isə kök altı 2 dəfə çoxdur. 4-də eyni müqamətdə 2 müxtəlif rezistorlardan keçən elektrik yükü zamana görə bu qanunlar da dəyişir. Müəyyən zaman müddətində birinci rezistorda 60 jol istik miqdarı ayrılır. Həmin zaman müddətində ikinci rezistorda nə qədər istik miqdarı ayrılır? Deməli, uşaqlar, könül düsturu e kvadrat, deməli, dəyişən cəryan dövrəsi e maksimum kvadrat RT bölünsün 2 olsun. E maksimumun da yerinə E maksimum bərabərdir. Unutmayın, bu da çox vacib üstlərimizdən. Q maksimum omega yazır. Çünki E Q'nun törəməsidir. Törəmə tapanda alırıq ki, Q maksimum omega necə ki EHQ-nı tapmışdıq. Bu da onun kimi. İndi burada uşaqlar E maksimum 1. E maksimum 1 olacaq. Q maksimum vur omega, yəni 20 amper. E maksimum 2. E maksimum 2 olacaq. Q maksimum vurulsun omega, yəni 40 amper. Bu da belə. Bizə verib ki, 2 müxtəlif rezistorlar eyni müqamətli. Müqamətlər R eynidir. Yükü zamana görə eyni müddətdə, baxın biz yazmışdı həmin zaman müddətində qaldı bir dənə Q-nün E-nin kvadratı ilə düz mütənasibəsini götürüb hesablamaq. Onu da hesablayaq. Deməli, Q gördük ki, E-nin kvadratından düz asılı Q1 bölünsün Q2 bərabərdir. E maksimal 1-in kvadratı bölünsün E maksimal 2-nin kvadratına. Q1-in yerinə 60, Q2-ni bilmirik. E1-in yerinə, deməli, E20-nin kvadratı 400, E2-nin yerinə 40-ın kvadratı 1600 yazırıq. Sıfırlarımız getdi, 4-ə getdi, qaldı 4. Q1-də, Q2-ni də tapsaq çarpaz vurarıq. 60 vur 4, 240 joula bərabərdir. 5-də transformasiya əmsalı K1-2, K2 bərabər 2-də 1 olan transformatorlar üçün Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Enerji etkisi nəzərə alınmır. Əgər uşaqlar transformasiya əmsalı vahiddən böyüksə alçaldıcı, vahiddən kiçikdirsə olur yüksəldici transformator. Və alçaldıcı transformatorda çıxışdakılar O2, N2 girişdəkilərdən kiçikdir. Deməli, çıxışdakı gərginlik kiçikdir girişdəkindən. Girişdən kiçikdir. İndi baxaq. Yüksəldici bunun tamamilə əksinə. Cəryan şiddəti həmçinin bunun tərsi olur. Yəni burada U2, N2 kiçik, çıxışdakılar. Girişdəki I1 isə kiçikdir. İndi baxaq, çıxışdakı gərginlik amplitudu girişdəkindən 2 dəfə böyük olar. Deməli, çıxışdakı əgər 2 dəfə böyükdürsə, bu yüksəldicidir. Getdi bura, 1. Çıxışdakı gərginlik amplitudu girişdəkindən 2 dəfə kiçik olar. Əgər çıxışdakı kiçikdirsə, bu alçaldıcıdır. Gəldi bura. 2-ni yazdıq bura. 2-ni yazdıq bura. Çıxışdakı güc girişdəki gücə bərabər olur. Bəli, çıxışında cəryan şiddətinin enerji etkisi nəzərə alınmırsa, ümumiyyətlə 100% bərabər olur. Eyni saxlayırıq gücü. Gücü sabit saxlamamıza görə də elə P bərabər I-U-dan I ilə U tərs mütənasib olmuş olacaq. Çıxışında cəryan şiddətinin amplitudu girişdəkindən 2 dəfə kiçik olur. Dedik, cəryan şiddəti tərsinə deyirik. Yüksəldicidə bu çıxışdakı kiçik olur. Alçaldıcı transformatorda isə çıxışdakı böyük olur. Çıxışında cəryan şiddətinin amplitudu girişindəkindən 2 dəfə kiçik olur. Çıxışdakı əgər kiçikdirsə, bu olacaq yüksəldici. Getdi bura. 4-ü yazdıq bura. Çıxışında tezlik girişindəki tezliyə bərabər olur. Bu da gedir ortaya. Tezliyidir, fazadır. Bunlar dəyişmir. Deməli, cavabımız belə oldu. 2, 1, 4, 3, 5. Y variantı.
6-da rəqs konturunda kondensator yükünün zamanla asılı qrafiki verilmişdir. Hansı nöqtəyə uyğun zaman intervalı sarğacın maqnit enerjisinin artmasına sizə verib elektrik gedir, maqnit artsın. Maqnit onda artar ki, elektrik azalsın. İndi elektrikin azalmasını götürməliyik. Elektrik azalır 1-dən 2-yə, 3-dən 4-ə. B variantı. Daha sonra 7. Rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslər zamanı cərəyan şəddinin amplitude qiymətinin sarğacın induktivliyindən asılı qrafikini müəyyən edin. Km konstantdır. Deməli, maksimalın düsturu Km konstantısı Km omeqadır. Omeqanın da yerinə 1 bölünsün kök altda LC yazırıq, vurulsun Km-ə. Deməli, Em L-lə tərs və kök altı tərs asdı. Qrafikimiz isə olacaq B variantı. Hansı hallarda dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğacın induktiv müqaməti artar? İnduktiv müqamətin düsturu omeqa vurulsun L-dir. Omeqanın yerinə 2pi nü və ya 2pi bölünsün T yazmaq olar. L-in isə yerinə mü L0 yazmaq olar. Mü L0. Tezliyi artıranda tezliyi ilə düz asıda artacaq. 1 götürdük. Dəyişən tezliyi azaldanda səhvdir. Gərginlikdən asılı deyil, yükdən asılı deyil. Sarğacı dəmir çiki daxillikdə bəli, mü ilə düz asıda artacaq. 1 və 5 A variantı. 9-da verici stansiyadan 100 metr məsafədə şüallanma selinin sıxlığı 2 watt bölünsün metr kvadratdır. Stansiyadan 10 metr məsafədə şüallanma selinin sıxlığı. Şüallanma selinin sıxlığı pis düsturundan I bərabərdir. P bölünsün S-ə. S-in də yerinə 4pi R kvadratı yazırsınız. Deməli, I R-in kvadratı ilə tərs mütənasib aslıdır. Ona görə də yazırıq. Baxın, məsafə 100 idi. Məsafə olub 10. Məsafə necə azalıb? 10 dəfə azaldığından bunun kvadratdan tərsi bu 100 dəfə artacaq. 2 idi, olacaq 200 və ya I1 bölü I2 yazırsınız bərabərdir. R2 bölü R1-in mötərizə kvadratına yerini qoyub hesablayırsınız. Onda rəqs konturunda sarğacın maqnit enerjisi kondensatorun elektrik enerjisindən 3 dəfə böyük olan anda kondensatorun gərginliğinin aynı qiyməti olarsa amplitud nəyə bərabər olur? Bunun qısa yolu var. Bu tip məsələlərdə amplitud bərabər olacaq. Kök altında verilən üstə gəlinsin 1, vurulsun aynı qiymətə. Yəni olacaq 2U. Və ya indi bunu hesablayaq. Görək düz alırıqmı? Deməli, bizə deyir ki, maqnit enerjisi kondensatorun elektrik enerjisindən 3 dəfə böyükdür. Deməli, tam mexaniki enerji bərabərdir maqnitlə elektrikin cəminə. Və maqnit əgər elektrikdən 3 dəfə böyüdürsə, maqnitin yerinə yazacaq 3W elektrik. Oldu 4 dənə W elektrik. Gərginin amplitudu tama aiddir, maksimallar tamındır. Yerinə yazırıq CU-M'in kvadratı bölünsün 2 bərabərdir, 4 vurulsun. Elektrikin isə yerinə aynı qiyməti CU kvadratı bölü 2 yazırıq. 2-lər getdi, S-lər getdi. Hər tərəfə kökə salsaq, alarıq ki, U-M bərabərdir 2U-ya. Olacaq cavabınız B variantı. Daha sonra uşaqlar 11. Şəkildə düz xəttdə hərəkət edən yükün sürətinin praktisi zamanda asılı qrafiki verilmişdir. Hansı zaman intervalında elektromaqnit dalğası şüalanar? Təcillə hərəkət edən yükün zərrəciklər elektromaqnit dalğası şüalandırır. Düz xəttli bərabər sürətdə də təcil 0-dır. Amma bərabər yeniləşəndə, bərabər yavaşanda təcil olduğuna görə burada təcillə şüalandırılacaq 0-dan T1-ə, T2-dən T3-ə. D variantı. Daha sonra 12. K açarını qapadıqda dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi. I maksimum bərabərdir. O maksimum bölünsün ohm qanunu yazıram. Kondensator qoşulub deyə XC-yə. XC-nin də yerinə 1 bölünsün omega C yazırıq və omega C də qalxacaq, yuxarı olacaq. UM vurulsun, omega vur C. Deməli, omegadan da C-dən də düz mütənasib asılıdır. Deməli, K açarını dir qapadıqda əvvəlcə açıqla baxırıq. Bura açıqdırsa buradan cərəyan keçmir. Dövrdə birinci halda tutum yalnız C-dir. Açar qapayandan sonra isə hər ikisindən də deməli cərəyan keçəcək və dövrdə tutum olacaq paraleldə toplayırdıq. İkinci halda da olacaq ikisi. Tutum 2 dəfə artdığına görə kondensatorun ampermetrin göstərişi də 2 dəfə artar, çünki düz mütənasib asılıdır. 13-də tutumları eyni olan iki kondensator U1 və U2 qanunlarla dəyişən müxtəlif gərginlik mənbəyinə qoşulmuşdur. Tutum müqamətləri arasında hansı münasibət doğrudur? Tutum müqamətin düsturu 1 bölü omega C-dir və buradakı qiymətlərdən asılı, başqa da heçdən asılı deyil. Yəni o maksimal 100-dür, o maksimal 200-dür, onun asılı deyil. Yalnız baxırıq omegaya və kondensatorların tutumları da eynidir. Bu da 100P-dir. Deməli, uşaqlar omeganın tərs asıdır. XC1 bölünsün XC2 bərabərdir omega 2 bölünsün omega 1-ə. Bu da bərabərdir omega 2 100P bölünsün 50P-yə. 50P-yə bunlar getdi, qaldı 2. Çarpaz vursaq, deməli çarpaz vursaq alarıq ki, X
S1 bərabərdir 2xC2-yə. B variantı. Dəyişən cəryan dövrəsinə qoşulmuş kondensatordakı gərginlik zamanı asıq tənliyi O bərabər UM sinus 100 pt şəklindədir. Kondensatordakı cəryan şiddətinin zamanında asıq tənliyi hansıdır? Kondensatorda E O-nu pi bölü 2 qədər qabaqlayır. Pi bölü 2 qədər qabaqdadır. Aha. İndi bizə verib ki 14-də onun tənliyi 100 O maksimum sinus 100 pi-dir. İdi də olacaq E maksimum və pi bölü 2 qədər qabaqdadırsa üzərinə bir dənə pi bölü 2 qədər pi bölü 2 gəlmək lazımdır. Geridə olsaydı pi bölü 2-ni çıxmalıydıq. 15. Üç eyni kondensator sxemdəki kimi dəyişən cəryan dövrəsinə birləşdirilmişdir. A1 ampermetrin göstərişi 2 amper olarsa A2 ampermetrin göstərişini müəyyən edin. I maksimum bərabər OM bölünsün XC-dir. XC-nin yerinə yazırsınız 1 bölünsün omega C. Və omega C də qalxdı yuxarı oldu. O maksimum omega vurulsun C. İndi baxırıq ki burada I maksimum C ilə düz mütənasib asılıdır. Deməli A1 ampermetr qoşulub ardıcıl birləşmədə sayına bölürsünüz C bölü 2-yə. A2 ampermetr isə ümumi dövrəyə birləşib. Ona görə ümumi kondensator bateriyasının tutumunu tapmaq lazımdır. C ümumi bərabərdir nəyə? Baxın bu C ilə C bölü 2 paraleldir. Paraleldirsə bunlar cəmlənir. Üstə gəl C. Olacaq 3C bölünsün 2. İndi müqayisəmizi aparaq. Deməli, bizə vermişdi A1 ampermetrin göstərişi. A1 i'nin yerinə A yazıram. Bölünsün A2 bərabərdir. C ilə düz aslıydı. A1 ölçürdü C bölü 2-ni. C bölü 2. A2 ölçürdü tamı 3C bölü 2-ni. 3C bölünsün 2. C'lər, 2'lər getdi. Qaldı 1 bölünsün 3. A1'dəki 2 idi. 2 bölünsün A2 bərabərdir 3'də 1'ə. A2'ni tapsaq çarpaz vurarıq. Olacaq 6 amper. A variantı. Daha sonra uşaqlar 16. Volt vur, hertz vurulsun Faraday faydasıyla hansı fiziki qiymət ölçü vahidinə uyğundur? Baxaq. Deməli, baxın bu uşaqlar əslində hansı düzdürdür? Bayaqdan yazdığımız o maksimum vurulsun, omega vurulsun C-dir. Yəni bu da nə idi? Cəryan şiddətinin vahidinə uyğundur, amma başqa nə yaza bilərik? Voltun yerinə yazırsınız joule böl klon, hertzin yerinə 1 böl saniyə, faradın yerinə yazırsınız deməli klon kvadrat bölünsün joule. Joullar getdi, klonların biri getdi, qaldı amperi vur saniyə, klonun açılışı amperi vur saniyədir, aşağıda da qaldı saniyə. Saniyələr də gedir, qalır amper, cəryan şiddəti. 17. Şərt işarəsi göstərmiş hansı qurğu dəyişən gərginliyi artırıb azaltmaq üçün transformatordan yüksəlici və alçaldıcı olmaqla 2 yerə bölünür. A-da ampermetrdir, cəryan şiddətini ölçür, kondensator elektrik yüklərini toplayır, yarım keçirici diod düzləndirir, vakuum diod da yenə dəyişən cəryanı düzləndirir. 18. Ampermetrin göstərişinin dəyişən cəryan perioduna asılı qrafiki hansıdır? Deməli, şu dövrədə həm XC var, həm də R var. I maksimum bərabərdir, O maksimum bölünsün. Tam müqavimət. Tam müqavimətin də düsturu belə idi. Kök altında deməli kök altında R-in kvadratı üstə gəlinsin. XL çıxılsın XC. Bunlar əks fazada da çıxdıq kvadrata. İndi dövrədə XL yoxdur. Bu getdi. Mənfi XC-nin kvadratı olacaq XC kvadrat. Düsturumuz belə olacaq R kvadrat üstə gəl XC-nin kvadratı. Yazaq bunu bura. O maksimum bölünsün. Kök altında R kvadrat üstə gəlinsin XC-nin kvadratı. X-in də yerinə 1 bölünsün omega C yazacaqsınız. Deməli, gəlin yazaq. Bizdən periodu istəyirdi. Bərabərdir. O maksimum bölünsün. R kvadrat üstə gəlinsin 1 bölünsün. Omega 1 bölünsün omega kvadrat C kvadrat. Omega kvadratında yerinə yazırsınız ki 2 pi bölünsün T. Olacaq 4 pi kvadratı da düzdürmü? 4 pi kvadrat bölünsün T kvadrat. Baxın buraya yazırıq. 4 pi kvadrat T kvadrat. Nəyin yerinə yazırıq? Omeganın. Və gördüyümüz kimi I T'dən tərs aslı oldu. Tərs aslı olmaqla yanaşı belə deyək də kök altındadır, amma biz ona fikir vermirik. Amma hər hansısa bir nöqtədən tərs götürür, çünki toplama var. 19. Qaçarını qapatdıqda hansı dövrdə sönməyən elektromaqnit rəqsləri baş verər? Sərğacın aktiv müqaviməti nəzərə alınmır. Diodun tərs keçidində müqavimət sonsuz böyük, düz keçidində sıfıra bərabərdir. Deməli, uşaqlar, baxaq bura. Deməli, dəyişən cəyranda belə bir şey var da. Müsbət hissədə kondensator əvvəlcə baxın dolub, yəni tam yüklənib və burada açar qapayanda kondensator öz enerjisini verir sərğacın enerjisinə.
Və yenidən baxın bu sarğac da öz enerjisini verir kondensatora. Gəldi baxın buradan cəryan keçdi. Amma cəryan gələndə artıq bu neytral idi axı. Yüklənəcək və yüklənəndə bura müsbət, bu isə mənfi olur. İndi kondensator yenidən öz enerjisini sarğaca verməlidir. Yenidən verəndə bu istiqamətdə getməlidir. Amma bu istiqamətdə gedəcəyi heç bir diod yoxdur. Baxın, diodlar hər iki halda da eyni istiqamətə qoşulub. İlk dəfə birinci dioddan keçdi. Qaydanda isə nə birdən, nə də ikidən keçə bilmir. İndi bura baxaq. Müsbətdən gəldi, sarğaca verdi öz enerjisini, özü sıfırlaşdı, oldu neytral. Təzədən sarğac öz enerjisini verəcək kondensator. Kondensator yükləri bu səfər müsbət aşağı, mənfi yuxarı olacaq. Artıq müsbətdən bu təzədən kondensator boşalıb öz enerjisini verməlidir maqnitə. Baxın, birinci dioddan keçə bilməsə, çünki baxın birinci diod artıq tərs sayılır, ikinci dioddan keçib gedə bilir. Deməli, yalnız olacaq ki, elə buradasa yalnız bir dənə kondensator diod var. Burada da ümumiyyətlə tərsinə birləşdirilib, cəryan heç bir halda keçmir. Olacaq yalnız 2A variantı. Dəyişən cəryan generatorun çərçivəsində maqnit zamanda asılı qrafiki vermişdir. Bu generatorda yaranan dəyişən cəryan EHQ-nın zamanda asılı qrafiki hansıdır? Aha. EHQ deməli mənfi delta fi bölünsün delta t'dir. Yəni EHQ fi'nin zamana görə mənfi törəməsinə bərabərdir. Sizə də verib fi dəyişir. Fi maksimum sinus omega t qanunu ilə bilirsiniz də, qrafik sıfırdan başlaysa bu sinusun qrafikidir. Və bunun törəməsini tapaq. Bunun törəməsini tapanda uşaqlar olacaq omega kopyalanır qabağa, sinus bizə verəcək müsbət kosinus olacaq müsbət fi maksimum omega kosinus omega t. Deməli müsbətdən başlayan bir omega olmalı idi. Amma qarşısında bir dənə də nəyi var? Bunun mənfisi var. O mənfiyə görə burada mənfiləşəcək. Olacaq mənfidən kosinus. Mənfidən kosinus Y variantında. Rəqs konturunda baş verən sərbəst elektromaqnit rəqslər zamanı sarğacın induktivini dəyişmədən kondensatorun tutumunu 9 dəfə artırdıqda cəryan şiddətinin amplitudunu dəyişir. QM konstant, I maksimum bərabər, QM konstant və Q maksimum omegadır. Omeganın da yerinə Thomsondan kök altda 1 bölünsün LC yazırıq və görürük ki, I maksimum deməli tutumdan tərs mütənasib asılır kök altına 9 dəfə bu artıbsa əgər I kök altında olduğuna görə kökdən 9-dan çıxacaq 3, pulsdəki tərs asılı olduğuna görə azalacaq. 3 dəfə azalar. A variantı. 22. Transformasiya əmsalı kamera 1-2-1 olan transformatorun birinci dolağındakı gərginliyi bu qədərdir. İkinci dolağındakı gərginliyi transformasiya əmsalının üstürü O1 bölünsün O2-dir. K-nın yerinə 2-1, O1-in yerinə 100, baxın O1 budur. O2-nin də yerinə bilmirik, O2 saxlayırıq. O2 bərabərdir 200 volt gərginliyə. Hətta bunlar maksimallar idi. Voltmetrin göstərişini voltlarla hesablayın. Aha. Deməli, voltmetr qoşulub nəyə? Voltmetr qoşulub buradakı bir dənə kondensator və dövrdə kondensator var. Gəlin birincisi omeganı yazaq. I maksimum bərabərdir. O maksimum bölünsün. XC, XC-nin də yerinə 1 böl omega C yazırıq. Olur. O maksimum vurulsun. Omega C. 1 böl omega C. I maksimum bərabərdir. O maksimum vurulsun omega C-yə. Buradan da bizə lazımdır OC-dən icazdır. O maksimum bərabərdir. I maksimum bölünsün omega C. Gördüyümüz kimi O maksimum C-dən tərs mütənasib asılı olaraq paylanmış olacaq. Bizim ümumi dövrəmizdəki gərginlik 140-dır. Maksimum 140-dır. İndi bunu C1 və C2 arasında bölək və tərs mütənasib asılı olaraq bölünəcək. 140 bərabərdir. C1-ə 1C. C2-ni 4C verib 5C. Buradan da C bərabərdir 140 bölünsün 5. 140-ı bölək 5-ə. Deməli düşəcək neçə? 28. Deməli 1C-yə 28 düşdü. Aha, amma indi burada tərs mütənasib asılı. 1C bəli buydu, 4C də budur. Biz 1C-yə 28 tapdıq, amma həmin 28 4C-yə düşəcək, çünki tərs asılıdır. Bura 28 volt. Digər qalan hissəsi, yəni 4C hissəsi isə 4 vur 28 isə bura düşəcək. 4 vurulsun 28 volt da bura düşəcək. Bu da bərabərdir. Deməli 32 3 yadda 8 112. Bu da oldu 112 volt. Amma bu tapdığımız maksimallar idi. Sizdən voltmetrin göstərişini voltmetrdəki aynı qiymət göstərir. Yəni maksimaldan kök altında 2 dəfə az qiyməti göstərəcək. Deməli o bərabərdir. O maksimum, yəni o 1 bərabər o maksimum 1 bölünsün kök altda 2-yə. O 1 bərabərdir
120, 112 bölünsün 1,4'ə. İndi gəlin bunu hesablayaq. Bu da düşəcək 8 dəfə 0 atsaq yuxarı 80 volt. 24 aktiv müqaviməti 20 ohm olan dövrə hissəsinin üzərindəki gərginlik qanunu dəyişir. Bu hissədə 1 dəqiqə müddətinə ayrılan istilik miqdarı yollarını hesablayın. Adi düsturdur. Yerinə qoyub hesablamaq lazımdır. Deməli sizə verib R bərabər 20 ohm. Bu maksimalı verib sizə 20 volt. 20 volt. T bərabər 1 dəqiqə, yəni 60 saniyə verib. İstilik miqdarını yollarına istəyir. Q bərabər o maksimalın kvadratı böl R vurulsun T. Əgər o maksimal yazmışsa, bir dənə də burada 2 olur. Bərabərdir. O maksimalın kvadratı, yəni 400 vurulsun 60 T-yə, yəni bölünsün 2 vurulsun 20-yə. Deməli 20-dən 60 getsin qalsın 3, 2 ilə 400 getsin qalsın 200, 200-də çoğursaq olar ki 600 joule istilik miqdarı ayrılmış olar. Daha sonra uşaqlar növbəti məsələmiz. Rəqs konturunda kondensatorun yükünün zamanda asılı qrafiki verilmişdir. Konturda cərəyan şəddin amplitude qiymətinə baxın. Bu deməli sınaq sayəsində siz I maksimum bərabər Q maksimum omeqanı artıq əzbərlədiniz. Omeqanda yerinə əgər qrafik varsa mütləq perioda keçirik. 2pi böl T yazmaq lazımdır. Deməli I maksimum bərabər olacaq. Q maksimum vurulsun 2pi bölünsün T. İndi baxaq. Q maksimum 10 milliklondur. Periodu tapsaq 2 qabarıq arasındakı məsafəni götürək 0,2 və ya 4-dən sayırız. 1, 2, 3, 4. 0,2 bərabərdir. Q maksimum 10 vurulsun 10 üstü mənfi 3. Vurulsun 2, vurulsun 3, bölünsün 0,2, yəni 2 vurulsun 10 üstü mənfi 2. 10 vurulsun 10 üstü mənfi 3 ilə sizə verir 10 üstü mənfi 2-nə. Həmin 10 üstü mənfi 2-lərdən bunlar getdi. 2-lər də getdi. Alırıq ki 3 amperə bərabərdir. 26. Elektromaqnit rəqs konturunda baş verən sərbəst elektromaqnit rəqslər zamanı kondensatorun yükü maksimum olduqda hansı qiymətin qiyməti maksimum olur? Kondensator elektrik sahəsidir. Kondensatorun elektrikdir. Yenidən soruşur ki, yenə hər şey maksimum olsun. Deməli, elektrikləri götürmək lazımdır. Kondensatorun gərginliyi, bəli, kondensatorlar götürürük. Sarğac olmaz. Çünki elektrik maksimum oldu. Kondensatordakılar maksimum oldu. Sarğacdakılar 0 olacaq. Sarğacın maqnitizasiya enerjisi getdi. Kondensatorun elektrik sayəsinin enerjisini götürürük. Sarğacdan keçən maqnitizasiya olmaz. Kondensatorun elektrik sayəsinin enerji sıxlığı olar. 1, 4, 6. Kondensatorun qiyməti isə uşaqlar dəyişmir. Onun aidiyyatı yoxdur. Bir də induktivlik. Onlarla işiniz yoxdur. 27. Uyğunluğu müəyyən edin. Aktiv müqaviməti nəzərə alınmayan rəqs konturun sarğacındakı cərəyan şiddətinin zamanda asılı qrafiki verilib 1-2 hissəsində. 1-dən 2-yə. Sarğacdakı cərəyan şiddəti azalır. Yəni maqnit sahəsini təşkil edən kəmiyyətlər azalır. Deməli, elektriklər artır. Deməli, azalır. Azalıra dedik yazırıq maqnitlər. Yəni sarğacdakı maqnit seli B. Sarğacın maqnitizasiya enerjisi D. Sabit qalır təbii ki tam enerji Y. Daha sonra kondensatorda qalanlardakı kondensatorlarda yazacaq artıra. A bura. A bura. Daha sonra bir də ki deməli elektriklər artırdı. Kondensator elektrik sahəsinin enerjisi C də bura. A, C, B, D, Y. 28. Kondensatorun elektrik tutumu 8 mikrofarad. C bərabər 8 mikrofarad, yəni 10 üstü mənfi 6 farad. Və sarğacın induktivliyi 20 millihenri. L bərabər 20 vurulsun 10 üstü mənfi 3 henri. Olan rəqs konturunda baş verən sönməyən sərbəst elektromaqnit rəqslər zamanı kondensatorun gərginliyi amplitudu o maksimal bərabər 20 volt. Sarğacdan keçən maqnitin amplitudunu hesabını F maksimumu sizdən istəyir. F maksimum bərabərdir sual. Deməli, uşaqlar F maksimumu yazmaq üçün bizə verilib bu kəmiyyətlər. F maksimumun düsturu. Birincisi yazaq ki, EHQ maksimum bərabərdir F maksimum vurulsun omeqada. EHQ maksimum yerinə yazaq. O maksimum bərabərdir F maksimum vurulsun omega. Omeqanın da yerinə 1 bölünsün. Deməli, kök altında LC. F maksimum burada nəyə bərabər olacaq? F maksimum da bərabərdir. O maksimum vurulsun kök altında LC. Bərabərdir. O maksimum 20. Kök altında LC-ni tapaq. 8 vurulsun 10 üstü mənfi 6 vurulsun 20 vur 10 üstü mənfi 3.
Deməli, uşaqlar belə eləyik. Sıfırlarımıza baxaq. Deməli, 10 üstü mənfi 6. Buradan da biri geçsin, qalsın 10 üstü mənfi 2. 10 üstü mənfi 8. 8 2 vuranda 16. 16'dan çıxır 4. 20 vurulsun 4. 10 üstü mənfi 6. 10 üstü mənfi 2 dedi, mənfi 8. Oradan da çıxacaq 10 üstü mənfi 4. Aha, bərabərdir. 20'ni vuranda 4'e 80. 80'ni vuranda 10 üstü mənfi 4 olacaq. 8 vurulsun 10 üstü mənfi 3. Yəni 8 milli Weber. Daha sonra 29. Dəyişən gərginliyin amplitudunu dəyişmədən tezliyini artırdıqda ampermetr və voltmetrin göstərişləri necə dəyişər? Deməli uşaqlar, dövrədə var x ilə r. Birincisi yenə omqanı yazaq. I maksimum bərabərdir. O maksimum bölünsün tam müqamət, yəni z-ə. Z-in də yerinə i maksimum buradan yazaq. I maksimum bərabərdir. O maksimum bölünsün. Z-in yerinə deməli yazırıq. Kök altında r kvadrat üstə gələnsin xl çıxılsın xc kvadratı. Sadəcə xc olmadığına görə xl kvadratı. Deyir tezliyini artıranda r tezlikdən asılı deyil, bu dəyişmir, amma xl-in yerinə yazmaq lazımdır. Omega l, omeganın yerinə 2 pi-ni. O maksimum kök altında r-in kvadratı üstə gələnsin. Yenə deyirəm, baxın xl-in yerinə omega l, omeganın yerinə 2 pi-ni yazsaz, olacaq 4 pi kvadrat, nü kvadrat, l kvadrat. L, üzr istəyirəm, Yox, elə l kvadrat, çünki x-in kvadratı yazırıq. Aha, bu belə uşaqlar. İndi isə deyir ki, ampermetrin tezliyini artıranda, tezliyi artanda gördüyümüz kimi, baxın tezliylə i tərs mütənasib asılı olmuş olacaq. Tezliyi burada, i maksimum burada. Biri artanda olmuşsa azar. Deməli, ampermetrin göstərişi azaldı. Ampermetrin göstərişi də i deyən təsir edici qiymətdir. Sadəcə biz müqayisə edirik. Bu azaldı. İndi voltmetri soruşur. Dövrdən axan cəryan şəti azaldı. Və dedik axı r dəyişmir, r sabitdir. İndi buradakı voltmetrin göstərişi o bərabər i r-dən. R dəyişməyib, r heç olmamışdı, amma voltmetr isə i ilə düz mütənasib asılaraq dəyişəcək. Yəni o da azalmış olar. 30. Yalnız kondensatordan ibarət dəyişən cəryan dövrəsində gərginliyin rəqslərinin zamandan asılı qrafiki verilmişdir. Kondensator. Dövrədə cəryan şətin rəqslərinin zamandan asılı qrafikini çəkin A. Deməli, sonra yalnız kondensator qoşulmuş dövrədə i-nin rəqsləri onun rəqslərini pi bölü 2 qədər qabaqlayır. Bu belə. Qabaqlayırsa, deməli, bundan pi bölü 2 qədər qabaqda başlamalıdır. Pi bölü 2 qədər qabaqda, baxın, şurada burada. Bunların hər biri, baxın, hər 4də 1, pi bölü 2-dir, bax. Hər 4də 1, pi bölü 2 uyğundur. Buradan da birdən 4də 1-imizi ayırsaq, qrafik buradan başlayacaq, yəni. Belə deyək də, i-nin t-dən asılığı, baxın, buradan başlamış olacaq. Və ya siz bura tənlik yazırsınız. O bərabərdən hansı qalma dəyişir. Sinus qaldı. I maksimum sinus omega t. İndi gəlin bunun törəməsini tapaq. Amma törəmə tapmaq üçün siz bilirsiniz ki, i Q-nün zamana görə törəməsinə bərabərdir. Əgər onun tənliyi budsa, Q-nün tənliyi necə olar? Q də bərabər olar. Si-u maksimal vurulsun sinus omega t. Düzdürmü? Si-u da düzdürmüz. İndi bunun törəməsini tapaq. I də bərabərdir Q-nün törəməsinə. Törəməni tapsaq omega gələcək bura olacaq. Si-u maksimum omega. Sinusun törəməsi olacaq kosinus omega t. Bu da bizim olsa i maksimum uyğundur. I maksimum. Yəni kosinusdan çəkilən bir qrafik olmalıdır və müsbətdə. Bu da oldu i-nin t-dən asılı qrafiki. Sağ olun uşaqlar.